İngilis dilini A2 səviyyəsində bilən bir tələbə hansı bacarıqlara malik olur və ya olmalıdır? A2 səviyyəsi pre-intermediate səviyyəsinə də uyğun gəlir. Artıq bu səviyyədə olan tələbə sadə dialoqlarda, gündəlik situasiyalarda, məsələn, alış-veriş zamanı, səyahət zamanı, ailə və hobbi haqqında rahat danışa bilir və ümumi anlayış səviyyəsində də öz reaksiyasını verə bilir. Amma mürəkkəb cümlələr və abstrakt fikirlər hələ onun üçün çətin olur. A2 səviyyəsində olan tələbə artıq sadə, aydın dildə yazılan qısa mətnləri anlamalıdır. Mağazada, kafedə, avtobus elanlarında yazılan yazıları artıq başa düşməlidir. Eyni zamanda yavaş və təkrar olunan danışığı başa düşməlidir. Yavaş söylənilən və təkrar söylənilənləri başa düşməlidir. Artıq onun əvvəl eşitdiyi, tanış olan mövzular radio və mahnı videolarında eşitdiyi zaman əsas fikri, ana fikri artıq başa düşməlidir. Qarşısına çıxan qısa mətnləri oxuyub əsas ideyanı anlamalıdır. Məsələn, bildirişlər, broşürdəki yazılar. A2 səviyyəsində olan tələbə həm də günlük istifadədə olan yazıları başa düşməlidir. Məsələn, menyu, qeydiyyat formaları və s. Eyni zamanda qısa məktublar yaza bilməyi bacarmalıdır. Özünü, ailəsini, gündəlik etdiyi hərəkətləri, öz istəklərini ifadə etməyi bilməlidir. Hər hansı bir hadisəni sadə bir neçə cümlə ilə təsvir etməyi bacarmalıdır. Danışığa gəlincə özünü və başqalarını təqdim edə bilməlidir. Sadə suallar verə bilməlidir və onları cavablandırmağa çalışmalıdır, Otel və ya restoran sifarişi zamanı olan situasiyalarda iştirak edə bilər, o situasiyalarda danışa bilər və ya yol soruşa bilər və ya yol soruşana cavab verməyi bacarmalıdır. Ola bilsin ki, qısa danışır, amma aydın və sadə cümlələrlə fikrini bildirməlidir. Qrammatikaya gəlincə, yəni bütün bu cümlələrin düzgün qurulması zamanı bizə nə lazımdır? Qrammatika. Artıq zamanlar, hansı zamanlar? Present simple, past simple, future simple, present continuous. Bunlar mütləq bilinməlidir. Quruluşu, hansı hallarda necə istifadə olunur? Bunlar mütləq bilinməli zamanlardır. Eyni zamanda modal feillər, can və ya inkarı, should, must və ya have to. Təbii ki, bu modal feillərin sual və inkar formaları da öz növbəsində. Daha sonra there is, there are, countable, uncountable, adjective, adverbs. Bu mövzularda tam bilinməlidir artıq. Bu mövzularda lazımi qaydalar mütləq bilinməlidir. Növbəti dərsdə A2 səviyyəsinə uyğun test və tapşırıqlar veriləcək. Özünüzü yoxlaya bilərsiniz.